Artıq səhər oldu və biz oyandıq. Saat 12 işləyib. İndi hazırlaşacağıq. Gedəcəyim nənəsigilə. Bugün mən rəmli idi deyə həm onlara gedəcəyik, həm də hədiyyə yeməyə gedəcəyik. Oradan sonra dənizə gedəcəyik. Sonra yəqin ki evə gələrik. Bilmirəm, davamını baxacağıq. Altına yalarken. Sağ ol. Ya, pişti mi? Sizi gördüm. Kendi ve buralar. Gedireyim. Ay bak pişti mi? Sen getirsen kızlarına. Bana diyansan ortada, onlar dalı bırakmışlar. Eşittir, çok dalı gezmesin. Gel bana. Çocuklar necedir? Gidiyor. Babama ait şu an. Tamam, sizi görmüşüm, hem şüpheye gelin. Kurbanın için uzatayım. Artıq dənizdən şimdi çıxayamıyorum da. İndi gedəcəyik evə. Çaysa çıxıb basenə gedəcəyik. Basen daha yaxşıdır, bu dəniz çox çirkli idi. Ay, çivib çıxdılar. Aydan o qorxu filmlərində axırda yatda qalan adamlar olur ya. Üstünə neysə atırlar. Onlarla. Biz hələ maşındayıq. Gedirik öz bağımıza. Bağımıza gedirik. Böyük havuz da var orada. Oranın keçən il göstərmişdim. Biraz düz gəzmişdi üstündə. Çimməmişdi amma. Biraz eləmişdiniz. Gəzmişdi içində. Torpaq idi, batmışdı. İndi gəlib onu təmizləyəcəklər. Sonra orada girəcəyik. Klientler var bugün. Sabah gelirler. Bəli, obra telefonun yeri doldu. Çak. İndi gedəcəyik obra balaca havuzda çiməcəyik, çoxlu. Gün çıxıb bu dəqiqə vurur, sabah bu qədər günəş olmayacaq. Daha 2 saat zaten qalarım, nasıl çıxarım? Qart edirsən. Sonra balinanı indi götürə biləcəyik. Evde de. Boşa doldurmak lazım. Necə? Hamımız birazdan keçərik. Çıxıbsın da belə. Gedib video editləyəcəm. Axşam. Axşam filmə baxırıq. Daha filmə baxırdıq. Güya ki. Ağzımıza doldurduq. Yemeğimizi de yedik. İndi biraz bir şey çəkəcəyik. Ondan sonra yenə girəcəyik. Bakın, bunu səhərdən qoymuşuq ora videonu. Çəkirik buradan. Yenə girəcəyik.
qarpız yeyirik. Ayna doğruyur. Sanki ilə də çəkim olar pisdir. Amma hər kəsə yeni bir gündən salam. Artıq səhər oldu və biz də oyandıq. Səhər dedim, hələ ki gün ortadır. Biz indi pankek eləyəcəyik, ondan sonra da gedəcəyik dənizə. Ondan sonra gəlib yəqin ki, yenə baseyndə çimərik. Gedəyik, pişirək, sonra dənizə. Pişiririk. Belə, bu ilə bir yerdən. Artıq geyindik elədik. İndi gedirik dənizə. Birinci şəkillər çəkəcəyik, trendləri çəkəcəyik, sonra girib bir yerdə çiməcəyik. Artıq dənizdəyik. Bir dənə şəkil çəkdirdik, gedəcəyik o tərəfdə də çəkəcəyik. Biz bu tərəfə gəlmişdik, gəlib o tərəfdən də çəkəcəyik. Ondan sonra da girəcəyik dənizə. Bura çox daşlıdır, hər yer daşdır. Ay! Niye sizi öldürürsün yani? Cihan sür beşeğim. He. Bakayım. Güneş sensine vurmaya. Böyle. Bu işte niye kameraya böyle bakar? Yine. Oy, sorry. Oy. Oh my god. Artıq evdəyik və mən qaralmışam bütün. Buradan da iz qaldı. İndi baseyni biraz dolsun, boşalmışdı. Baseyni sonra təmizləyəcəyik, sonra yemək yeyib baseyni təmizləyəcəyik. İndi ona qalıb. Burada çimirik. İndi mən də tullanacağım. Davay. Börəkləri burada. Yox, yox. Cirədir bu. Ne diyor? Cirə. Gördün? Orada da o. Ne harsında şeyler? Pendir çatışmır bir daha. Aydanı gecə tapırsan. İndi biz burada oturmuşuq. Arxada manqal. Damın oynan kart gətirəcəklər, onu oynayacağıq. Biz də burada konfetlə çay içirik. Bugün çox qəşəng keçdi. Ümumiyyətcə çox əyləndik, dənizdə falan, günəşləndik. Sonra Lyuka falan çıxdıq, çox maraqlıydı. Sabah fikirləşirik, sabah həm isti, həm yağış olacaq. Sabah fikirləşirik, biraz dükana gedək gəzək, məhəllələr falan. Sonra baseyni də çox içmək yenə. Bazar gününə qədər buradayıq. Bugün neçədir? 4-dür bugün. 5 deyil. Bugün 5-dir. Sabah 6 bazar. Hələ ki var. Gələn həftə görsənir daha çox isti olacaq. Bəlkə gələn həftəni də vloqladım. Həftəlik vloq falan. Baxacam ona.
Salam dostlar. Biz artıq gəldik evə, domino oynamadıq. Aytəngil bizi satdı. Biz uzandıq 2 saat gözlədik, gəlmədilər. Biz sonra gəldik, uzandıq biraz, TikToka baxdıq. Sonra ürəyimiz sıxıldı, internetdə düzəməni tutmadı, getdik çöldə. Burada hamakda uzandıq orada. İndi gəldik, qarpız kəsdik. Qırmızı çıxdı. Herkese yeni bir gündən salam. Biz artıq bugün qayıdırıq. Çünki əslində qayıtmaq fikrimiz yox idi. Havada bayaq leysan gedibmiş və indi də hələ də yağış yağır və çox soyuq hava. Bilmiyorum niyəsə birdən-birə belə oldu. Ona görə biz də qayıtmaq qərarına gəldik. Onsuz da sabah qayıdacaqdıq. Bəlkə sinər. Neysə. Amma zato qərar aldıq. Sonra qəşəng əyləndik, dənizə də getdik 2 dəfə. Belə, indi evə qayıdacaq və bizim tərifimiz də burada qutarır. İndi hazırlaşacaq, gedəcək. Günəş bizi gözləyirdi ki, biz gedək çıxaq. Gün çıxır burada. İsti dəqiqdən. Biz indi gedəcək. Həm bəs elədi pulunu, həm də ki, evə getməliyik də. Düşdük, gedirik indi meşə ilə gedəyik. Bu videonu da burada sonlandırıram. Çox əyləncəli dincəlmə oldu. Kanala abunə olmağı və like atmağı unutmayın, yorumları da atmağı unutmayın. Necə bir videolar istəyirsinizsə yorumlara yazın. Mən də onlara görə çəkim. Bu video bu qədər. Sağ olun.